Biz böyüdük. Hər şey düz 5 il əvvəl başladı. Əlimizdə çiçək dəstələri, çiynimizdə özümüzdən böyük çantalar var idi. Bir-birimizə qəribə baxırdıq. Kimsə ağlayırdı, kimsə anasının əlini buraxmırdı. Heç bilmirdik ki, bu qapıdan içəri girəndə ömürlük dostlar qazanacağıq. Sonra böyüdük və bir ailə olduq. Hərənin öz xasiyyəti, öz özəlliyi var idi. Məsələn, Süphanı bir çoxlarınız tanıyırsınız. Amma onun bir sirrini açım. Süphan hazırlıq sinifinə gələndə elə hey ağlayırdı. Amma yuxarı siniflərə addımladıqca Süphan tamamilə dəyişdi. İndi musiqi onun həyatıdır. Musiqi səsi eşidən kimi bədəni öz-özünə rəqs etməyə başlayır. Elə bil sinifimizin canlı maqnitofonudur.